Xocalı faciəsi, 20-ci əsrin faciəsi, 1992-ci il tarixin bu günü. Xatırlayarkən gözlərimizin dolduğu, anarkən qəlbimizin titrədiyi bir faciə. İllər keçsə də qaysaqlamış yaramızdır bu Xocalı faciəsi bizləri. Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı moto atıcı alayının iştirakı ilə Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımdır. Bütün baş verənlər planlı surətdə xüsusi ağlasığmaz amansızlıqla həyata keçirilirdi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Xocalının işğalı zamanı din sakinləri xilas edərkən şəhid olmuş və Azərbaycan milli qəhrəmanı fəxri adına layiq görülmüşdür. Əlif Hacıyev, Xocalı aeroportunun komendantı, Tofiq Hüseynov, Xocalı ərazi özünü müdafiə batalyonunun komandiri, Aqil Quliyev, Xocalıda rota komandiri, Ələsgər Novruzov, Xocalıda silahlı dəstənin başçısı. Xocalı həqiqətlərini vətəndaşlarına və dünyaya çatdıransa Çingiz Mustafayevdir. Xocalı faciəsi deyəndə ilk xatırlananlardan olur Çingiz Mustafayev. O cəbhədə təkcə jurnalist deyil, bir Azərbaycan əskəri, vicdanlı bir vətəndaş idi. Çingiz Mustafayev bu hadisəni sənədləşdirmək üçün helikopterləri ilə və bir qrup jurnalistlərlə birlikdə 2 dəfə qətliam yerinə səfər etməyə nail olmuşdur. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması məqsədi ilə 2008-ci ildə başladılmış Xocalıya ədalət maarifləndirmə kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı məlumatlılıq artırılmış, bir sıra tədbirlər, təqdimatlar, sərgilər keçirilmiş, kitab və məqalələr dərc edilmişdir. Həmin kampaniya sayəsində 18 ölkənin qanunverici orqanı, ABŞ-ın 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda baş vermiş faciəni soyqırım kimi tanımış və pisləmişdir. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ildə məsələ ilə bağlı çıxardığı yekun qərarda Xocalıda törədilən əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilmişdir. İllər keçdi. Xocalı işğaldan azad olundu. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan bayrağı ucaldıldı. Burada həyat gün-gündən canlanır. Yeni tikililər can verir, illərlə uyumuş torpağa sanki. Adının yanındakı faciə, qətliam, soyqırım sözləri isə unudulmur. Açdığı yara dərindir çünki. Xocalı sakinləri Çingizi hələ də unutmurlar. Bu pərvərişdə onun da payı var axı. 1993-cü il fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olundu. 25 fevral 1997-ci ildən etibarən hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur. Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunmuş Ana Harayı abidə kompleksi 1993-cü ildə inşa olunub. Hər il fevral ayının 26-sı minlərlə insan bu Xocalı soyqırımı qurbanlarının xatirəsini anaraq bu abidəni ziyarət edir. Ana Harayının dondurulmuş, səssizkən səssizliyə bürünmüş simvoludur bu abidə. Tək anaların mı?
Uşaqlı, böyüklü, cavanlı, qocalı bütün soydaşlarımızın haraydı bu abidə. Kimin qanını axıtdı, kim isə göz yaşlarını səssizcə ürək ağrısı ilə o gün. Mürəkkəblə deyil, qanla yazılmış tariximizi unutmayaq ki, eyni şeyləri təkrar yaşamayaq.